Canlılarda suallar, yağlar, karbonhidratlardan, sular ibarətdir. Onlar həyatda xörək duzundan istifadə olunur. Xörək duzu konservləşdirilmişdə, bir də yeməklərdə istifadə olunur. Xörək duzunun formulu da natrium xlordur. Nə rəngdədir? Dadı necədir? Dadı şordur, turşdur. Turşdur, ağ rəngdə olur, suda həll olur. Bir də Sirkə turşusu. Sirkə turşusu da üzüm sirkəsi, alın sirkəsi və s. misal göstərmək olar. Onun formulu isə CH3COOH-dır. Yenə konservləşdirmədə istifadə olunur. Sonra çay sodasında da istifadə olunur. Çay sodası şirniyyatda istifadə olunur. O sirkə ilə qarşısında karbon ayrılır. Karbon qazı ayrılır. Onun formulu da natrium H, CO3. Bax, ora bir də təzdən natrium HCO3-dür. Nə rəngdədir səncə çay sodası? Ağ rəngdədir. Bəli, suda yaxşı həll olur, yoxsa pis? Suda yaxşı həll olur. Şəkərdə bəlkə qida şəkərdə istifadə olunur. Şəkər birləşmədir. Onun formulu CO2H22O11-dir. O şirindir, iyisizdir, ağ rəngdir, suda yaxşı həll olur. Asetonda boyaları çıxartmaq üçün istifadə olunur. Aseton uçucudur, xarakteri iyilidir, rəngsizdir, suda yaxşı həll olur. Formulu C3H6O-dur. Etil spirtdə istifadə olunur. Nə kimi? Dezinfeksiya edici kimi? Dezinfeksiya olunur. O aseton kimidir, xarakteri iyilidir, rəngsizdir. Hətta bundan da həll edici kimi istifadə olunur. Bəzən görürsünüz, asetonumuz qurtarır, məcbur oluruq lakını ilə silir spirtlə. Çətinlik də olsa, silmək olur az da olsa. Yəni, bunda da həll edicilik var, yaxşı. Həll edici kimi istifadə olunur. Formulu nədir spirtin? Formulu C2H5O. Bax ora. Asetondadır? Yox. C2H5OH. Daşatır spirt isə insanlar bayılar üçün istifadə olunur. Onun xarakteri ilə malikdir, rəngsizdir. Formulu NH4OH-dır. Hidrogen peroksidir. Hidrogen peroksidi isə ağız yaraları, ağız bakteriyaları, boğaz ağrısı, sonra diş əti qanaması, mikrobları da təmizləyir. Formulu nədir? Formulu H2O2-dir. Ay, sağ ol. İndi Aylingər xanımın yerinə